Melisa Qrup şirkətinin rəhbəri Qalib Məmmədov Yasamal rayonunda aparılan söküntü işi ilə əlaqədar cinayət işi çərçivəsində martın 27-si axşam saatlarında saxlanılıb. Bu barədə Report xəbər verib. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, martın 27-si tikinti şirkətinin əməkdaşları Yasamal rayonu 1-ci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub. Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin yaydığı məlumata görə söküntü işləri müvafiq icazə olmadan aparılıb. Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aklaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq mühafizə orqanlarına təqdim ediləcək. Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.